Hamınızı salamlayıram ve bugün sizinle bir güzel resept paylaşıram. Şokoladlı peçenye. Şirniyyatımız unsuz, yağsız, demək olar ki, zəhmətsiz hazırlanır. Gəlin başlayaq, görəcəksiniz nə var, nə yox. Baxın, mən böldüm, gördünüz. Üstü fırçıltılı, içi isə belə saqqız var deyək belə. İçi birazcık yumuşaqdır və istədiyiniz qoz, fındıq, badam, nə istəyirsiniz hazırlaya bilərsiniz. Araqislə də hazırlamaq olur. Əvvəlcədən doğrayırıq. Qoz, fındıq, badam nə varsa onu. Çalışırıq ki, ölçüləri biraz bir-birinə belə yaxın olsun da, böləndə görünüşdə gözəl olur. Çox xırda etməyin. Və bunu ayırıb qoyuruq bir qırağa. Artıq işimizi görə bilərik. Digər qabda görürsünüz, orada məndə şokolad da var ayrıca. Lakin mən bugün şokoladla hazırlamıram. Bir yumurta götürəcəyik. Mən kiçik bir porsiya hazırlayıram. Siz də hazırlayın, bəyənsəniz, sonra çox hazırlayarsınız. Üzərinə şəkər tozu əlavə edirik. Ölçülərdə verildiyi qədər bir çimdik vanil, bir çimdik duz əlavə elədiniz. İndi çalırıq. O vaxta qədər çalırıq ki, bu yumurta ilə şəkər yaxşıca bir-birinə uyuşsun və baxın bu cürə olsa kifayətlidir. Çox bərk köpüyə ehtiyac yoxdur. İndi kakaonu əlavə edirik 20 qram və quru süd lazım olacaq bizə. Quru südü də 15 qram əlavə edirik. Yəni bunlar hər ikisi bir xörək qaşığı ölçüsündə götürə bilərsiniz. Və yaxşıca qarışdırırıq. Qarışdırdıqdan sonra əlbəttə ki, ölçürəm mən stəkanla sizin üçün, yoxsa belə əndərərdim. Bir stəkan dolu həmin o doğradığım qozmu, fındığımı, arakismi, baxın. Bir dənəni tökün. Necə xırdalamısınız, ondan asılıdır. Ola bilsin ki, xəmiriniz artıq alındı, onda digərini əlavə etməyə bilərsiniz. Gördüyünüz kimi mən xırda-xırda hamısını əlavə elədim. Bir stəkan yarımdan bir azıcıq çox getdi məndə. Buradakı doğrama üsulumuza baxır da. Əgər onu çox xırda eləmişik, un kimi eləmişiksə, əlbəttə ki, o 2 stəkan ölçüsü olacaq. Yəni aralarında məsafə qalır. Qoz və ya fındıq 200-250 qram olacaq. İndi bir torbaya boşaltdım hamısını və ya bir qaşıq götürə bilərsiniz, 2 qaşıq götürə bilərsiniz. Götürüb qaşıqla bunu soba tavasına yerləşdiririk. Altına kağız salsanız yaxşı olar. Görürsünüz, siftə çətinliklə. Sonra isə əliniz alışacaq, tez-tez bunu sıxacaqsınız. Aralarında məsafə qoyun, çünki pişərkən genişlənirlər. Və hamısını birləşdirdikdən sonra, onu da deyim ki, bu hazırladığım, verdiyim ölçülər elə bir soba tavasına yerləşir. Arasında məsafə qoya-qoya sıxırsınızsa, sobanı 160 dərəcəyə salırsınız, yerləşdiririk sobaya. Bura qədər baxmışsınızsa xoşunuz gəlir. Like etməyi, suallarınızı verməyi unutmayın. Və sobaya qoyandan sonra 20-25 dəqiqəyə bişir. Bu sobanızın bişirmə xüsusiyyətindən asılıdır. Ona görə baxın, görün, artıq o biraz belə hiss eləyəcəksiniz də, ətri gəlirsə, söndürürsünüz sobanı. Soğuyandan sonra kağızdan ayırırsınız peçenyelərinizi və ya konfetlərinizi necə istəyirsinizsə. Əslində bu pişenidir və nuşcanlıqla yeyirsiniz. Şərqəy xanımdan bugünlük bu qədər. Gələn videolarda görüşmək üzrə. Sağ olun, sağlıqla qalın. Ruz bərəkətiniz bol, canınız sağlam olsun. Xudahafiz.